Bilirsiniz, söhbət ondan getmir ki, bu nə olan şeydir ki, heç nədir də, bu maya dəyəri də sədərəkdən ucuz qiymətə də ala bilərsiniz. Söhbət ondan gedir ki, insan yaşa dolduqca evə qapanır da. Yəni, vaxt var idi ki, bura mən dostlarım, əzizlərim, məhəlləm, elə ailə üzvlərim futbol oynayardıq, gəzərdik, qırmaq atardıq. Yəni, zaman keçdikcə adam əzizlərini itirir, dostlarını itirir, özünə qapanır, evdən qırağa çıxmaq istəmir və o da bir çox fəsadlara gətirib çıxardır. Piylənmə onun içində, depressiya onun içində. Yəni, həmişə deyirəm, siqaretdən uzaq olun. Bunun maya dəyəri bir aylıq çəkdiyiniz siqaret qədədir. Demirəm, təkrarlayıyorum, biraz təhlükəli şeydir. Mən sığorta ilə, kəndirlə, zadına özümü bağlamışdım. Profesional o taxta lötkələr başqa məsələ. Onları kürdə vurmağın ayrı üsulu var, rahatdır. Kür nə qədər ensizləşsə də yenə ana kürdür, axarı var. Yəni, belə köpürmə qayıqlarla burada hərəkət eləmək çətindir, təkrarlamıyorum. Yəni, indi mən ova balığa gedən adamam. Özümə görə deyirəm ki, yəni, özünüz və həyatda maraq qatmalısan. Bir ağsaqqalım demişkən, hər kəs özün bir şeylə başını alladır. Depressiya düşməmək üçün, evdə qapılıb, televizorun qabağında oturub əsəbləşməmək üçün, stresə qapılmamaq üçün, başımı qarışdırmaq üçün belə bir şey almışam. Bütün balıq ova vəskarlarını salamlayıram. Var olasınız, hələ bu təbiəti görmək özü milyona dəyər.